Salam, xoş gəlmisiniz. Salam, çox sağ olun. İlk olaraq mən sizdən özünüzü tanıtmağınızı istəyəcəm. Salam, mən Əliyeva Nurənə, 18 yaşım var və hal-hazırda ADA Universitetinin 2-ci kurs kompüter elmi ixtisasında təhsil alıram. Ümumilikdə universitetdən əlavə çox sosial aktiv birisiyəm, müxtəlif təşkilatlarda və könüllü fəaliyyətlərində daimi iştirak edirəm. Bəzi abituriyentlər fikirləşirlər ki, IT ixtisasını seçsələr, yalnız informasiya bilikləri ilə müəyyən qədər belə deyək ki, bu ixtisası inkişaf elətdirə bilərlər. Və sizcə belədir, yoxsa müəyyən qədər riyaziyyat biliyi də lazımdır və bu ixtisas əsasən kimlər üçün daha uyğundur? Mənim seçdiyim ixtisas kompüter elmləri ixtisası. Deyərəm ki, 80% riyaziyyatdır. Biz artıq 1-ci kursdan etibarən hələ də 2-ci kursuq ki, biz hər semestr müxtəlif sayda riyaziyyat dərsləri keçiririk. Çünki bu dərslərin foundation desək, əsasını riyaziyyat təşkil edir. Yəni riyaziyyat bilmədikcə qabağa getmək həqiqətən də çətin olur. Lakin deyərəm ki, uşaqlar buna görə bu ixtisasdan qaçmasınlar. Çünki yəni məsələn 3-cü kursda artıq riyaziyyat dərsləri bitir və artıq öz ixtisaslarımız çətin versiyalar daha da çox başlayır. Tövsiyə edirəm ki, uşaqlar, yəni ki, onsuz da riyaziyyat günümüzdə hər bir demək olar ki, sahə üçün vacibdir. Mən düşünürəm ki, bu ixtisası hər bir texnologiyaya maraqlı olan şəxs seçə bilər. Yəni ki, bəzən biz fikirləşirik ki, bu ixtisaslar bizim gücümüzə çatmır və s. Ancaq əslində bu ixtisaslar bir vaxt keçdikdən sonra həqiqətən də əgər bu ixtisasa əvvəldən maraq var idisə, onda sevdikcə artıq insan yəni bu ixtisasa davam edə bilir, yəni ki, oxuya bilir. Və bunu da bilmək istəyirdim ki, müəyyən qədər self-study eləyərək sizin ixtisasda inkişaf eləmək mümkündür, yoxsa yəni mütləq kurslara getmək lazımdır və yaxud da ki, mütləq elə kompüter elmlərini oxumaq lazımdır? Əslində mənim ixtisasım deyərəm ki, yəni 99% self-studydir. Hətta heç bir kursa, hətta heç bir universitetə belə ehtiyac qalmır. Çünki yəni bütün materiallar internetdə var. Yəni ki, interneti açsaq hər bir proqramlaşdırma dillərini necə öyrənmək lazımdır. Bütün dərin mövzular, AI, ML və s. hər birisi demək olar ki, internetdə var. Və universitet əslində bizə keçdiyi elə məhz elə internetdən götürdükləri şeylərdir əslində. Yəni ki, universitet bizə fərqli bir şey keçmir. Sadəcə universitet bizə həmçinin praktika etmək üçün bir fürsət də verir. Ancaq özümüz də araşdırsaq bu kimi fürsətlər qarşımıza çıxa bilər. Çünki bu ixtisasda əgər məsələn biz professionallaşırıqsa, onda daim bizim qabağımıza imkanlar çıxır. Haqlısınız, mən də sizə qatılıram. Bəs bu ixtisası seçmək istəyən tələbələrə ümumiyyətcə 1-ci qrupda təhsil alan, riyaziyyat və ya informatika biliyini inkişaf elətdirmək barədə siz abituriyentlərə nə məsləhət verərdiniz? Abituriyentlərə onu məsləhət verərdim ki, bu fənləri əzbərləmək lazım deyil. Mən məsələn 9-cu sinifə qədər fizikanı əzbərləməyə çalışırdım, lakin gördüm ki, heç cürdə testlərdən bacara bilmirəm və düşünürdüm ki, fizika həmişə mənim zəif olduğum bir yer olacaq. Və əslində məsələn indi bəzi uşaqlar artıq 6-cı, 7-ci sinifdən bəri universitetə hazırlaşmaya başlayırlar. Mən 10-cu sinifdə başlamışdım hazırlaşmağa və həm düşünürdüm ki, bəlkə də geridə qaldım, bəlkə də çatdırmaram. Lakin bütün materialları da vaxtında bitirə bildim. Abituriyentlərə çox tövsiyə edirəm ki, əlbəttə ki, çalışsınlar ki, hər bir şeyi planlı şəkildə etsinlər. Yəni ki, nə qədər dərs oxuyacam, nə qədər sosial mediada nələrsə baxacam və s. Yəni ki, hər gün 1-2 saat keçirməklə düşünürəm ki, çox da bəs olmur. Gərək hər bir mövzu üçün məsələn gündəlik vaxt ayırasan, ən çətin olduğu mövzularda lazım olsa bəlkə də hazırlığa gedəsən. Bəli, çox sağ olun. Bundan əlavə olaraq sonuncu sualım belə olacaq ki, ümumiyyətcə hal-hazırda tələbə adını qazanmaq istəyən abituriyentlərə və eləcə də 1-ci kursda və yaxud 2-ci kursda təhsil alan tələbələrə sizin məsləhətləriniz nə olardı? Ən böyük məsləhətim bu olardı ki, qorxmayın. Yəni ki, 1-ci kurs biraz çətin gələ bilər, müəllimlər qorxuda bilər. Lakin sonradan artıq əgər ixtisasını sevərək seçmisinizsə, dərslər oxumaq da sizə maraqlı olacaq və universitetin ən maraqlı tərəfi elə məhz elə həm dərslər olur, həm də ki, dostlar olur. Çoxlu sayda dostlar qazandıqdan sonra artıq universitetə gedib gəlmək də elə çətin olmur. Tələbələrə tövsiyə edirəm ki, vaxtlarını düzgün şəkildə planlasınlar. İmtahanlara son günlər hazırlaşmaya başlamasınlar. Düzdür, mən özüm də bu səhvi edirəm. Lakin düşünürəm ki, illər keçdikcə artıq 2-ci, 3-cü kursa gəldikcə anlayıram ki, yəni son günə saxlamaq həqiqətən əsasən də bu ixtisas üçün heç faydalı deyil. Yəni ki, riyaziyyatı bir gündə hamısını bitirmək əlbəttə ki, mümkün deyil. Buna görə də sosial aktivlik yerində olsa da, həmçinin gərək diqqət edək ki, öz universitet həyatımızda, öz dərslərimiz də yerində olsun. Bəli. Çox sağ olun, bugün gəldiniz, bizə ətraflı məlumat verdiniz. Bir daha təşəkkür edirik. Çox sağ olun, təşəkkürlər.